Onu da qeyd edeyim ki, Eldarla təsadüf nəticəsində tanış olub bir araya gəlmişik. Amma yaxşı ki, tanış olmuşuq da, oradan da mən yaxşı insan tapmaq çətin məsələdir. 120 mənim maksimum idi. 2 dəfə eləyə bilirdim, amma birinci məşqdən 120-ni 5 dəfə elədim, 130-u da 2 dəfə. 2 dəfə elədim. Bugünkü mövzumuz nədən ibarət olacaq da? Yəni biz danışa-danışa hal-hazırda altda video gedir. Videoda fikir verirsə Eldarın deməli qrifi sinəyə yaxın məsafədə çox sürətlə düşürdür və çıxardanda çətinlik çəkir. Əgər bu problemlə siz də qarşılaşırsa, indi bunun real həlli yolunu göstərəcək və nədən belə olur, bunu da həll etməyə çalışacağıq. Gördüyünüz kimi, deməli qrifi hər iki tərəfdən və eyni yüklü elastik lentlə eyni gərginlikdə simmetrik olaraq bench pressin özünə bərkedirik və normal bench press hərəkətini yerinə yetirməyə çalışırıq. Qrif aşağı düşdükcə rezindəki yük artır və stabilizator əzələlər daha çox iş görməyə çalışır. Davam eləyək. Hə. Getdi. İndi necə işlədiyi yük əlavə eləmişikdə daha rahat hiss edəcəksiniz. Əla, asta-asta düşür. Xüsusən də həmən dediyimiz stick point nöqtə var idi. Dedim ki, səni sürətli düşürtmə, ha. Bax, orada daha diqqətli ol. Nəfəs texnikasını qoru. Əla. Əla. 8-10 say yetərlidir. Yaxşıdır. Yavaş, yavaş. Fikir verirsən, sağ-sol oynamalar baş verir. Hə, powerliftinglə məşğul olanda bizə müəllim buna oxşar bir nə deyirlər o? Zəncirləri asırlar. Zəncirləri bəli, sırğa asırdılar hər iki tərəfdən. Yarım hündürlüyü keçəndən sonra sırğalar yerdən, yəni o sep yerdən qalxırdı. Orada 15-20 kiloluq hansısa bir daş olurdu və yarımı keçəndən sonra o ağırlıq 2 qat artırdı. 2 qat artırdı. Bəli, və o yarım amplituda keçəndən sonra çətinlik çəkən atletlərə dajımı etməyə kömək edir. Qaldırın. Burada fərqli cəhəti odur ki, qrif hal-hazırki vəziyyətdə sənin o 0-cı nöqtəyə, sinəyə ki yaxınlaşır, orada artıq maksimum gərginliyi görür. Bu metod inkişaf elətdirir ki, sən ölü vəziyyətdən yana sinə əzələsi maksimum amplitudada gərilib, artıq belə deyək də, sənin üçün riskli vəziyyətdir ora. O nöqtədən çıxartmağı sənə dəstək göstərir, onu inkişaf elətdirir. Orada da maksimum sənə nə lazımdır? Təhlükəli mövqedəysən, sənin stabilizator əzələlərin çox yaxşı güclü olmalıdır ki, səni həmən vaxtı risk altında saxlamasın, dəstək göstərsin. Əslində sənin dediyin metodla da bunun da hər ikisini zaman-zaman istəyir squatda olsun, istəyir digər belə deyək də, sırf təməl hərəkətlər, bazı hərəkətlər, onlara tətbiq eləmək həm ümumi ağırlığı artırmaqda kömək eləyəcək, hansı ki bench pressdə öz maksimum nə qədər işləyə bilərsən çəkini artırmağa kömək eləyəcək. Həm də təhlükəsiz şəkildə bu yəni idmanı davam elətdirməyə həmişə kömək eləyəcək. Götür, davam eləyək. Tələsmə, diqqətli şəkildə çıxar. Hop, asta-asta düşürt və nəfəs texnikasını mütləq qoru. Əla, super. Yavaş-yavaş tələsmə, hər şey yaxşıdır. Əla. Sırf və həmən bizə lazım olan nöqtədə daha diqqətli. Əla. Səkkiz 10 say yetərlidir. Həm də digər məsələni də qeyd edək və əzəliyə fərqli stimul verir bu. Yəni fərqli şəkildə belə deyək, necə ki həmişə çalışırıq zaman-zaman məşqlərimizdə fərqlilik yaradaq, inkişaf olsun. Bu da əzələ üzərində fərqli yük, fərqli mexaniki stres yaradır ki, bu da əzələdəki hipertrofiyanın daha yaxşı inkişaf eləməsinə, artmasına kömək göstərən şeylərdən biridir. Bəli. Və bir dənə nüansı diqqət edeyim, demək istəyirəm. Adətən insanlar fikirləşirlər ki, ancaq ağırlığı artırmaqlarla, vaxtların üstündə oynamaqla əzələ üzərində hipertrofiyanı maksimum qoruyub saxlamaq olar. Əslində geriyə dönüb baxsaq, klassik məşq metodlarında həqiqətən də ağırlığı artırmadan belə yetəri qədər metodlar var ki, eyni ağırlıqla fərqli şəkillərdə, fərqli belə kiçik müdaxilələrlə, hansı ki, zəncirdir, rezinlərdir, sonra
sinəyə müəyyən yumşaq belə deyək, taxta qoyurlar. Adətən indi şey qoyurlar. Yoga masalkaları qoyurlar da belə kvadrat. Onları qoymaqla müəyyən belə deyək də amplitudaları dəyişməklə həqiqətən inkişaf saxlamaq olur. Bir də ən önəmli məqamlardan birini qeyd edeyim. Qoy rezini götürüm. Ən önəmli məsələlərdən də biri belə deyək, elastik lentlərə mütləq diqqət etmək lazımdır. Ya bunların rənglərinə görə yük dəyişkənlikləri var da bilirsiniz. Qalınlıqlarına diqqət edin. Yəni ilkin mərhələlərdə daha ağır rezinlərlə tətbiq eləmək olmaz. Əgər eləyəcəksinizsə stabilizator əzələləriniz inkişaf eləmək əvəzinə zədələnəcək. Ən önəmli məsələ çalışın ki, öz başınıza tətbiq eləməyin, çünki bu peşəkar müdaxilədir. Yəni bu işi bilən məşqçi ilə bir yerdə eləməyiniz sizə daha çox şey qazandıracaq. Əgər yox tək başına eləyirsinizsə, çalışın yüngül elastik lentlərdən istifadə edin, daha az gərginliyi versin. İşi tam qavrayandan sonra, prosesi tam mənimsəyəndən sonra biraz daha gərginliyi çox olan elastik lentlərdən istifadə etmək olar. Bu hissəni bərkit yerə və tərpətmə. Gözlə, tələsmə, gəlirəm. Çıxanda da ehtiyatlı çıx, nəfəsi qoru. Okay? Davay. Allah, əla. Yavaş-yavaş tələsmə. Asta-asta düşür. Həmən buradakı məsafədə kontrolda saxlamağa çalış. Press. Up. Davay, yavaş-yavaş. Press. Up. 2. Birində bəsdir. Press. Hoppa. Okay, yaxşıdır. İndi gördün, o əsl güc bizə harda lazım olur? Həmən nöqtə ki var, ha. Görsən, orada dirənir. Lap birinci neçə həftə bundan qabaq işləmişdik? Bir rahat 2-3 həftə var da. 2 həftə. 2 həftə bundan qabaq işlədiyimizə indi baxanda görsən, kontrollu get. Videoları yan-yana qoyanda fərqi görəcək. Zaman-zaman bu metodu məşqlərə əlavə elə. Super olacaq. Videonu burada yekunlaşdıraq da, burada dur, yekunlaşdıraq videonu, davam edəyək. Və birinci məşqdən o problemi belə deyək, digər məsələlərlə bağlı müzakirələr aparanda onu Eldarla bir yerdə aşkarladı ki, bu məsələni aradan qaldırmaq lazımdır ki, həm məşqlər təhlükəsiz olsun, həm də ki, daha belə deyək, ağır çəki gedə bilir. Amma həmən gün ağır çəki artırdıq da. Bəli. 130-a çıxdı. 120 mənim maksimum idi. 2 dəfə eləyə bilirdim, amma birinci məşqdən 120-ni 5 dəfə elədim, 130-u da 2 dəfə. 2 dəfə elədim. Daha da artıq 150-yə rahat gedəcəyik. Amma dediyim məsələni aradan qaldıraq ki, təhlükəsiz olsun da rahat işləyək. Bax, öz məşqlərinizdə də bununla bağlı narahatçılıqlar, texnika ilə bağlı nələrsə düzgün şəkildə öyrənmək istəyirsinizsə müraciət edə bilərsiniz. Və sizi də real şəkildə idman zalına dəvət edirəm ki, burada bu halda problemi bərabər müzakirə edib, harda olduğunu bərabər aşkarlayıq və bərabər necə həll etməliyik onu müzakirə aparırıq. Yolunu tapırıq. Bəli, 100%. Oldu, minnətdarım. Sağ ol.